Burca müraciət edirəm aidiyyəti qurumlara. Ünvan Şamaxı şəhəri Məhəmməd Hadi küçəsi 110 mənzil sakini Bəkirov Adi Kazımoğlu. Dövlət başçısına müraciət edirəm və aidiyyəti qurumlara müraciət edirəm. Və Şamaxı şəhər İcra Hakimiyyəti Tahir Məmmədova müraciət edirəm ki, deməli 110 mənzildə padvalı çox bərbad gündədir. Su basıb, çox təəssüflər olsun ki, birinci mərtəbədə oturan insanlar İçimən qarşı çox çətinlik çəkirik. İydən qoxudan otmaq olmur, nəmişlikdən otmaq olmur. Mən xahiş edirəm, bu işə baxanlardan tez bir zamanda tədbir görülməsini sizdən xahiş edirəm. Həqiqətən də vəziyyət çox acınacaqlıdır. Yaşamaq mümkün deyil. Həqiqətən də hər yeri su basıb, evdə nəmişlikdən oturmaq olmur. Mən xahiş edirəm, bu barədə tədbir görülsün. Aidiyyəti qurumlara xahiş edirəm ki, bu məsələ tez bir zamanda həll olunmalıdır. Vətəndaş belə əziyyət çəkməməlidir. Tez-tez gəlib maraqlanmalıdırlar vətəndaşla. Ancaq çox təəssüf ki, bax vəziyyət bu haldadır. Evlər nəmişlik verir, iydən qoxudan otmaq olmur. Mən təkrar Şamaxı şəhər İcra Hakimiyyətinə və digər qurumlara müraciət edirəm ki, bu barədə tez bir zamanda tədbir görülsün. Bu məsələnin həll olunmasında bizə köməklik göstərilsin.